Gördüyünüz bu layihə, Allah hacıya rəhmət eləsin. Bu layihəni mən sıfırdan özüm indi fikirləşərək və səlah-məşvərət eləyərək bu layihəni hacıya həsr eləmişik. Gördüyünüz bu mərmər daşı ki, Oniks adındadır. Kərbəlada İmam Hüseynə, Məşəddə İmam Rıza Səlamovna işlənmiş daşdandır. Və mən çox çalışdım ki, bir dənə İslami naxış, İslami türbə burada yaradam. Və çox sevinirəm ki, nəticədə bu iş alındı və gözəl bir iş yaratdıq. İnşallah ki, həmişə hacının yad xatırası ürəklərdə qalıcı olacaqdır.